Bax, əziz dostum, varlığın o öyündüyü fərasəti və bacarığı hara qədərdir bilirsən? Kasıbın səbri tükənənə qədər vəssalam. Sonra o fərasətdən əsər əlamət də qalmır. Din adamları bəlkə də kapitalistlərdən daha insaflıdır. Bəlkə də qəsdən təsəlli verirlər, bilmirəm. Amma heç olmasa onlar insana ümid verirlər. Sən halalsan, sən yaxşısan, cənnətdə hər şey gözəl olacaq deyirlər. Amma o kapitalistlər mənim kimi adamlara sadəcə bacarıqsız əfər gözü ilə baxırlar. O Avropa İttifaqı deyilən qurum, o kəşfiyyat orqanları, ABŞ-nin nəzarəti, sən elə bilirsən onlar xalqı sevdikləri üçün əhalini rahat saxlayırlar? Yox, onlar sadəcə sistemin çökməsindən qorxurlar. Bilirlər ki, əhali doymasa, o azlığın verdiyi əsəb pozğunluğu, o kiçik evlərdəki qəzəb küçələrə daşacaq və qarşısı alınmaz bir dalğa yaranacaq. Abdullayev, hələ üstəlik ərəb ölkələrini görmürsənmi? Onlar da artıq əvvəlki səhvlərini təkrarlamamağa çalışırlar. Çünki bilirlər ki, o dalğa bir dəfə qalxdı mı, heç bir kəşfiyyat, heç bir ordu onun qabağında dura bilməz. Danılmaz fakt da Abdullayev, istər inanclı ol, istər inansız fərqi yoxdur. Əgər sistemdə kütləvi ədalətsizlik varsa, sən o cəmiyyətdəki adamları bir-bir yaxşı adam eləyə bilməzsən. Gərək düzgün siyasi, iqtisadi sistemin özünü düzəldəsən. Gərək düzgün siyasi, iqtisadi sistemin özünü düzəldəsən. Çünki ədalətli sistem elə ədalətli də cəmiyyət deməkdir. Kapitalizm özü bəlkə də pis bir şey deyil, amma onun qul psixologiyası kimi tətbiq olunması vəhşilikdir. O qərbin vəhşi kapitalizmi dediyin şeydə heç bir zəhmət falan yoxdur. Onlar sadəcə geridə qalmış zəll ölkələri talayıb özlərinə götürürlər. De görüm Avropada nə var? Neft mi var? Qaz mı var? Qızıl mədəni mi var? Onların çoxsu kasaddır. Hamısı azdır. Onlar bir çox resurslarını artıq tükəndiriblər. Onlar başqa ölkələri talamaqla özlərini yuxarı qaldırıblar. O İngilislərin bircə papaq dolusu yağışı vardı. Amma getdilər, Amerikanı ələ keçirdilər. Hindular da pisdilər əzizim. Özlərinə yeni bir dövlət qurdular. Hələ çox şeyləri demirəm. Beynim qarışıb. Nə dediyimi bəzən özüm də bilmirəm. Amma bir şeyi bilirəm. Kapitalizm bir virusdur. Hətta o 70 illik sosializm dövründə belə o həyasızcasına aramıza soğulmuşdu. Sistem çökən kimi insan nəfsi dərhal özünü biruzə verdi. Kapitalizm siyasətdə əsl fəlsəfə uğurluqdur. Bilirsən niyə? Çünki sən o qədər çox kapital yığırsan ki, yanındakı zəif adamın gücünü toplayıb, yuxarı qalxmaq istəyəndə ona yanındakı zəif adam gücünü toplayıb, o da biraz yuxarı qalxmaq istəyəndə ona götürməyə heç nə qalmır. Bu, o adamın topal olmasına və ya işləmək istəməməsinə görə deyil. Bu, ona görədir ki, kapitalizm zamanı daraldır. Varlı bütün fürsətləri dərhal ələ keçirir. İmkansız adam isə sadəcə o sürətə çata bilmir. Abdullayev stolunda biraz dikəldi. Üzünü turşudub, sanki ağzında bir acı dad varmış kimi Manafın sözünü kəsdi. Bağışla, sözünü kəsirəm. Dediklərinin çoxu ilə də razıyam. Həqiqətən kapitalist sistem insanların zamanı ilə daraldır ki, fürsət bərabərliyi itir. Amma sən bu ayaq məsələni dini və əxlaqı müstəviyə də gətirmişdin. Dedin ki, sistem ədalətli olsa, bərabərlik və tərbiyəli cəmiyyət yaranar. Yaxşı, bəs o 70 illik Sovet İttifaqı o özünə görə bir bərabərlik yaratmışdı axı. Hamı eyni maaş alırdı. Hamı demək olar ki, yoldaş idi. Bəs niyə o insanların içində kapitalizm bir virus kimi dolaşırdı? Niyə imperiya dağılan kimi hamı vəhşi kapitalist ruhu ilə idarələri, büroları talamağa, dağıtmağa başladı? Hanı sənin sistem insanları tərbiyə edir sözünün sübutu? Görünür insanlar tərbiyə olunmuyor. Manaf, əks halda indi hamı bir-birinin ətini yeməzdi. Sistem nə qədər ədalətli olsa da, insanın içindəki o vəhşi, o az nəfs həmişə puskudadır. Əgər sistem insanı düzəltmirsə, deməli günah sistemdə yox, insanların xislətindədir. Sənin kimlər isə sadəcə bu sistemin qurbanıdır, əzizim. Səhv eləyirsən Abdullayev. Manaf sözə başladı. Sovet İttifaqı sadəcə birlik yaratmışdı, amma ədalət yox. O sistem bir çox millətləri, müxtəlif finansları bir yerə yığmışdı. İki millət daha çox təşkil eləyirdi orada. Biz türklər və slavyanlar. Amma o ateist, lənətə gəlmiş sistem din və millət fərqi qoymaqda hamıdan usta idi. Pribaltika, Ukrayna, Belarusiya, Rusun özünə yaxşı baxırdılar o sistem. Onları çiçəkləndirdilər. Bəs biz isə əkin sahələrində bişirdik, əzizim. Onlar bizi boğurdu.
Bizi həm mental, həm də mədəni, həm də siyasi zəmində sıxırlar. Üstəlik erməniləri də bir it kimi üstümüzə qışqırtmışlar ki, başımız qarışsın, ayrılmayaq. Onlar birlik yaratmışdılar, bəli. Amma insani sistem qurmamışdılar. İkili standart aparırdılar. İndi de görüm Abdullayev belə bir sistemdə yaşayan insan kimə bənzəməli idi? Əlbəttə ki, elə o lənətə gəlmiş sistemin özünə. Sistem çöktüyü an insanlar sistemdən aldığı o vəhşi tərbiyəni bir-birlərinə nümayiş etdirdilər. O dağıdılan bürolar, o talanlar xalqın nəfsi deyil. Sistemin onlara öyrətdiyi ədalətsizliyin əks sədası idi. Mənə demək ki, niyə məsələni dini əxlaqi müstəviyə salıram? Çünki dinlə siyasət ayrılmazdı Abdullayev. Dinlə siyasətin ayrılması bütöv bir ürəyi iki yerə bölmək kimidir. Sən insanı ac qoyub, sonra ondan mələk olmağını tələb edə bilməzsən. Bir insanın aclıq və səfalət zamanı başı xarab olur, psixikası pozulur, mənim kimi də ruhi sarsıntı keçirdir. İndi mənə cavab ver. Başqalarının ucbatından bu vəziyyətə düşüb günah edən adamın günahı kimin boynundadır? O günah onu bu vəziyyətə salanların üzərinə düşür. Başa düş, sistem ədalətli olsa, insanlar az oğurluq edir. Hamı eyni səviyyədə olsa, kimsə kiməsə yuxarıdan aşağı baxmaz. Əgər maddiyyət dərdi olmasa, pul xatirinə edilən o bir çox cinayətlər də olmaz. Bəli, ədalətli sistem olan yerdə kimsə yenə xəta edib nəfsinə qul olarsa, o əsl günahkardır. Amma ədalətli sistem olan yerdə cəmiyyət də əxlaqlı və gözəl olur. Tam ürəyin istədiyi kimi bir cəmiyyət yetişər ondan. Allahın da istədiyi budur Abdullayev. O bizə cəngəllik qanunları yox, nizamı əmr eləyib. Başa düş Abdullayev. Allah özü danışsa deyərdi ki, siz ədalətli, siyasi, iqtisadi bir nəzəriyyə irəli sürməsəniz məhv olacaqsınız. Çünki o nəzəriyyə düzgün olmasa, dünya həmişə bax elə bu qumarda, fəlakətdə, bax bu əxlaqsızlıqda da boğulacaq. Çətinlik düzgün olmayan ağlın nəticəsidir. Təsəvvür elə, bir insan ac olanda əsəbi olur, hirsli olur, özündə olmur. Amma qarnı doyanda daha səbirli olur. İnsanın xisləti budur. Həmin o kapitalizm dünyadakı o qalustuklu alçaqları və qırmızı donlu həyasızları zənginləşdirdikcə dövlətlərdə bir acılıq yaranır. Daha doğrusu xalqda lənətə gələsən. Və bu düzgün olmayan həyat tərzi deməkdir. Axı belə olmaz. Bu da nəticədə sənin o lənətə gəlmiş günahkar insanlarının yaranmasına səbəb olur. Axı onlarda nə günah var? Nizam tamamilə pozulub Abdullayev. Hərçənd Allah ədalətlidir. O insanları başa düşər. Amma sən bir şeydə unutma. Vəhşi kapitalizm, lənətə gəlmiş seçici sosializm, feodallıq, bunların hamısı azlığı yaxşı, çoxluğu isə it günündə qoyub. İslamında yaşayana səndən iyi gəlir deməzlər. Bu sistemlər insana imkan vermir ki, nə vaxtsa sakit başlı, Allaha imanlı adamlar yetişsin. Bizə o qalustuklu alçaqların yox, Allahın buyurduğu ruhu və qarnı eyni anda doyuran o ədalətli nəzəriyyə lazımdır. Və onu da deyim ki, Abdullayev, kapitalizm Allahın düşmənidir. Çünki Allah sosialistdir. İlk sosialist Allahdır. Allah buyurur ki, bəndələrim mənim gözümdə darağın dişləri kimi birdir. O həm cənnətdə, həm də cəhənnəmdə bərabər səviyyə vəd edir. Amma kapitalizm şeytana xidmət edir, lənətə gəlmiş. Niyə? Çünki o sistem sənə deyir ki, bacarırsansa, nə qədər istəyirsənsə yığ. Düzdür, kapitalizmdə tənbəllərə yer yoxdur, çalışmalısan, amma orada elə bir qanlı boşluq var ki, hamımız ora yuvarlanırıq. İnsan hiyliyə, kələyə, uğurluğa əl atıb, tez bir zamanda maddiyyət yığır və sonra o haram pulla gələcəkdəki bütün fürsətləri, bütün sahələri əlinə keçirir. Bəs sonra nə olur? O namuslu halal adamın şansını, fürsətini əlindən almış olur. Onu səfarətə sürüklüyür. Çünki bu vəhşi kapitalizmdə namuslu halal adamlara yer yoxdur Abdullayev. Siz namusu ac qoyub, oğrunu taxta çıxaran bir sistemin qulu olmusunuz.
Lənətə gələsən, başda birinci mənəm. Baxın, niyə siz dedim? Yenə də deyirəm, Abdullayev, mən kör-körənə kapitalizmdə düşməni deyirəm. Amma bu sistemin boşluqları insanı nəinki rahat yaşamaqdan, hətta Allahdan belə uzaqlaşdırır. Əgər problem böyük səviyyəlidirsə, həlli yolu da böyük olmalıdır. Bax, bir ateist desə ki, mən Allaha inanmıram, eybi yox, amma onun rahatlığı təmin olunsa, o lənətə gəlmiş elmi kitablarını oxuyanda qənd-çay dərdi çəkməyəcək, başa düşürsən? Bərabər sosial hüquqlu yaşayış təmin olunanda kim fitrətən alçaqdırsa, o yenə pis qalacaq. Ona sözüm yoxdur. Amma dünyanın çoxu zəhmətkeşdir. O zəhmətkeşlər rahat şəkildə problemlərdən uzaq qalacaqlar. Şəkər tozu dərdi çəkmədən, sağlamlıq qorxusu yaşamadan, ən əsası isə hamı eyni səviyyədə olduğundan heç kəsin yanında əyilib büzülməyəcək. Bax, o zaman bizim Allahla aramıza heç bir maddi divar da girməz. Mənim dediyim budur. Dinin, fəlsəfənin, iqtisadiyyatın və siyasətin bir nöqtədə birləşməsi. Budur əsl ədalət. Heç üzünü görmədik ki. Başa düş əzizim, qənd-çay dərdi bir neçə rubl və bunların dərdini çəkən adama nə axirət təsəllisi fayda verər, nə də ateizmin, o lənətə gəlmiş termodinamikası, zirzibili, elmi. O adama Allahın cənnətdə vəd etdiyi o sosializm bu dünyada lazımdır. Bu dünyada vəhşi kapitalist kimi yaşayan adama axirətdə də yəqin ki sizin o sosial cəhənnəmini düşər, Abdullayev, elə deyilmi? Arada dillən. Hamı orada eyni odda yanar. Hər nəysə. Mən kasıb rayon adamı ola bilərəm, Abdullayev. Amma düşüncədən kasad deyiləm. Sən dini məndən yaxşı bilirsən. Peyğəmbər dövründə maddiyyat yığmamağı, artıq malı ehtiyacı olanlara paylamağı tələb edən o böyük səhabəni, Əbuzar Əl-Ğaffarini unutmusan? O var dövlət yığanların qarşısında sizin topladıqlarınız qiyamət günü alnınıza dağ kimi basılacaq deyə qışqırırdı. İndi mən də onu deyirəm, bərabərsizlik bizi bu dünyadan da edir, o dünyadan da. Sosializm o qədər güclü bir şeydir ki, Abdullayev, Allah özü də sosialistdir. Hətta sizin o bəyəndiyiniz kapitalistlər də öz aralarında sosializm qurublar. Bəli, varlıların sosializmi, bunun adı kapitalist monopoliya da deyə bilərsən. Onlar öz aralarında bərabərdirlər, bir-birlərini qoruyurlar. Resursları öz aralarında bölürlər. Bəs kasıblar? Kasıbları da elə hala salıblar ki, onlar hamısı acından ölüb sürünür. Və hamısı eyni dərəcədə səfil olduğu üçün kasıblar da bir növ bərabər sürünənlər sosializmi yaranıb. Yeni bir sürünənlər nümayəndəsi. Siz dünyanı iki bərabərliyə böldünüz. Yuxarıda ləzzət içində bərabər olanlar, aşağıda isə zillət içində bərabər sürünənlər. Görürsənmi, Abdullayev? Bax, ona görə mən dad döyürəm. Qoy insan Allahın imtihanını və öz səhvləri ilə baş-başa qalıb mübarizə aparsın. Bu sosial ədalətsizliyi Allahın üzərinə atmaq olmaz. Bu həm günahdır, həm də məsuliyyətdən qaçışdır. Qoy Allah bizi sınağa çəksin. Amma bu yanlış nəzəriyyələr yox. Milyonlarla insanı şikəst, topal vəziyyətə salır bu lənətə gəlmiş nəzəriyyələr. Sonra da günahı Allaha atırlar. Mən niyə üsyan edirəm? Öz günahımdanmı? Xeyr. Bu iqtisadi siyasi nəzəriyyələrin boşluğuna görə dünya bərbaddır və daha da bərbad olacaq. Əziz dost, bizi qoymurlar ki, Allahla baş-başa qalaq. Allah da səsini çıxarmır və nəticədə bizim dünyamız oğurlanır, inancımız oğurlanır, hər şeyimiz oğurlanır. Həmin o, bunlar kapitalizm, feodallıq, güya biz sosialist deyil, bizim sosializmimiz də bura daxildir. Bunlar hamısı oğurluqdur, Abdullayev. Bizim təkcə çörəyimizi yox, Rəbbimizə olan təmiz bağımızı da oğurladılar, alçaqlar. Bilirsən, Abdullayev, mən hərdən düşünürəm, günah elə həqiqətən bizdədir, insanlardadır. Çünki biz münasibətlərimizdə boşluqlar buraxdıq. Elə böyük boşluqlar ki, sonra o yerləri müxtəlif xidmətlər doldurmalı oldu. Bax, biz haqqı nahaqdan ayıra bilmədik, məhkəmələr meydana gəldi, biz bir-birimizin haqqını qorumadıq, vəkillər törədi, biz bir-birimizə elə zülüm, elə zorakılıq etdik ki, asayiş keşikçiləri icad olundu.
Qəbilə üstünə hücum çəkdik. Adını ölkə dediyimiz inzibati vahidlər quruldu. Ölkələr bir-birini diddi, imperiyalar quruldu. Manav acı bir təbəssümlə davam elədim. Bir-birimizlə dürüstcə dəyiş-döyüş edə bilmədik, araya pul girdi. Pulun qorxusundan onu evdə saxlaya bilmədik, bir-birimizə borc verməyə etibarımız çatmadı, banklar əmələ gəldi. İnsan münasibətlərindəki boşluqlar artdıqca o boşluğu süni xidmətlər əvəz elədi. Onu dedim ki, bunu Can Poladovdan eşitmişdim. Lənətə gəlmiş Can Poladovdan. Əslində Abdullayev bugün gördüyün bütün o nəhəng xidmət sahələri bizim itirdiyimiz insanlığın qəbir daşlarıdır. Humanizm azaldıqca onu pullu xidmətlər əvəz eləyir. Biz bir-birimizə insan ola bilmədiyimiz üçün bu dünyada belə bərbaddır. Hər şeyi xidmətlə doldururuq dostum. Hər yeni boşluğa bir xidmət yamadıq. Bir vaxt gələcək ki, hər şey xidmət olacaq. Bax, onda varlılar bizdən 1000 il qabağa qaçacaqlar. Biz isə bu çirkabın içində geridə qalacaq. Elə indi olduğu kimi. Mən hələ də qonşumun illər əvvəl aldığı şeyi ala bilməmişəm. Beynim qarışır Abdullayev, beynim dumanlanır. Üzr istəyən bir tonla, amma acı bir təbəssümlə davam elədim. Bağışla, səni də yordum. Amma danışmağa adamım yoxdur. Səni bura gətirmək çətin, gələndə də elə tez gedirsən ki. Amma danışmalıyam bu dünya məsələlərini. Deməliyəm ki, beynim boşalsın. Yoxsa dolur Abdullayev, daşır. Kasıb adam bu xidmətlərdən istifadə edə bilmir. Ən çox da yandıran odur ki, hər şeyi görürəm, amma əlim çatmır. Lənətə gəlmişlər. Elə bil bu dünyaya ancaq baxmağa, tamaşa eləməyə gəlmişəm. Məhşərdə hamısını rüsva eləyəcəm, əgər olsa. Mənə yer edir axı. Mənim nə günahım var ki, bu miskin həyatı rahat yaşaya bilmirəm. Qızımı, yoldaşımı bir gün işığına çıxara bilmirəm. Ağzımı açan kimi deyirlər ki, sən əfəlsən, sən fərasətsizsən. Sizi görüm lənətə gələsiniz, alçaq it uşaqları. Düzdür, imanım şübhəlidir Abdullayev, amma deyirəm ki, ilahi, nə yaxşı ki, sənin varlığından danışırlar. Yoxsa mən bu alçaq dünyaya necə dözərdim pərverdigara? Sənə görə dözürəm, bilsəm ki, ölümdən sonra heçlikdir, sən də yoxsan, tüpürərəm bu dünyanın dağına daşına, amma sənə görə içimdə bir işıq var, bəlkə kömək eləyərsən. Etməsən də dözürəm, nə eləyim, ayrı əlacım mı var? Bilirsən, Abdullayev, mən həmişə düşünürdüm ki, insanın sadəcə cənnət ümidi ilə yaşaması bir növ biabırçılıqdır. Niyə? Çünki bu dünyanı cənnət kimi yaşamaq varkən, niyə bütün arzularını ölümdən sonraya saxlamalısan? Təbii ki, əlatsızlıqdan. Bu dünyada cənnəti qur, sonra öləndə yenə gedərsən. Cənnəti çox arzulamaq əslində bu dünyanın rahatlığından könüllü imtina etmək demək deyil. Sadəcə əlin çatmır, sən də məcbur olursan. Gözünü cənnətə tikirsən. Amma ömrümün 45 ili keçib artıq. Artıq aşağıdan yuxarı yox, yuxarıdan aşağı, enişə doğru gedirəm. Ona görə də mənə maraqlı gəlir. Görəsən o cənnət dedikləri yer necədir? Çünki sən bayaq söhbət eləmişdin ki, cənnət moderndir. 1992-yə uyur. Öz aləmində deyirəm ki, Allah Quranda cənnəti o dövrün insanının ağlına, anlayışına görə təsvir edib. Əgər o dövrdə cənnətin həqiqi zamansız görünüşünü yazsaydı, 7-ci əsrin adamı nə anlayacaqdı ondan? Allah ki, peyğəmbər kimi deyil Abdullayev, o keçmişi də gələcəyi də bütün dövrləri eyni anda görür. Deməli, cənnət əslində o dövrdə yazılan təsvirlərdən qat-qat fərqlidir. Bəlkə də zaman müasirləşdikcə biz həqiqi cənnətin necə olduğunu daha yaxşı dərk edəcəyik. Əgər Quran bugün yazılsaydı, cənnət təsvirləri bu dövrün insanının arzusuna, ehtiyacına və ağlına uyğun olardı. Belə çıxır ki, kitab hansı dövrdə gəlirsə, cənnət o dövrün dili ilə danışılır. Bax Abdullayev, əgər Allah bugün cənnəti təsvir etsəydi, necə edərdi? Allah deyir ki, orada nəfsiniz nə istəyirsə, o da var. Demək, zaman keçdikcə insan dəyişir, ehtiyacları çoxalır, arzuları rəngarəngləşir,
Allah zamandan ucadır, Abdullayev. O, elə sən demişdin, o heç vaxt köhnə ola bilməz. Əksinə, belə deyək, Allah müasirlərdən də ötən müasirdir. Bizim problemimiz nədir, bilirsən? Biz Allah deyəndə ağlımıza 7-ci əsrin səhrası, o dövrün geyimi, o dövrün insanı gəlir. İstər-istəməz. Ona görə də bağımız qırılır. Susma Abdullayev, sən də danış. Əslində cənnətdən sən danışmalısan. Dinə yaxın olan sənsən mənə nisbətdə, mən yox. Amma eybi yox, yenə mən danışacağam. Allah 7-ci əsrin səhrasına məhkum deyil. Əgər 1992-ci ilin adamı Allahı 14 əsr köhnə hesab eləyirsə, bu onun cahilliyidir. Allah indidən 2992-ci ilin 4992-ci ilin insanını və o dövrün texnologiyasını, vəziyyətini də görür. Əgər insanlığa o dövrlərə qədər gedib çıxmağı nəsib bilibsə. Bəlkə də o dövrlərə biz heç vaxt çatmayacağıq. Amma Allah o gələcəyin də Allahıdır. Bizim modern dediyimiz hər şey onun üçün artıq keçmişdir. İndi də görüm belə bir Allahın cənnəti necə köhnə ola bilər. Bax Abdullayev, biz hardan bilək ki, cənnət necə yerdir? Bunun cavabı sadədir. İnsanın bu dünyada nə istədiyinə baxmalısan. İnsan nə istəyir? Rahatlıq, qışda istilik, yayda sərinlik, zamanı qabaqlamaq, hər şeydə vaxt qazanmaq, əziyyət çəkmədən həzz almaq. İndi hesablayaq görəsən insanın bu rahatlıq ehtirasının sonu hardadır? Artıq rabitə sistemləri yenilənir. Hətta deyirlər ki, yaxın 30 ildə simsiz rabitə hər kəsə əl çatan olacaq. Düzdür, indi də var, amma bizim əlimiz çatmır, o başqa məsələ. Təsəvvür elə ki, bir gün məsafə və məkan problemi ortadan qalxır. İstədiyin şey məsafə, zaman, növ və çəki maneəsi olmadan anındaca əlində olur. Bəs bu sondurmu? Xeyr. Mən hələ Sovetlər dövründə Rus alimlərin qəzetlərdəki məqalələrini oxumuşdum. Neyrocərrahlar deyirdi ki, insan beyninin müəyyən nöqtələrinə təsir etməklə onu xoşbəxt hala salmaq olurmuş. Bir vaxt gələcək insanlar pul verəcəklər ki, bizi yatızdırın, bizə o yuxunu göstərin. Adam yatacaq və o yuxunun içində sonsuz, kəsilməz bir xoşbəxtlik yaşayacaq. Yəni, aparata qoşulu olduğu vaxtda. Vəssalam Abdullayev, əgər insan ağlı buna çatırsa, gör Allahın hazırladığı o əsl yuxu, yəni cənnət necə bir mühitdir. Əgər biz aciz bəndə halımızla beyinə bir-iki siqnal göndərib süni cənnət yarada biliriksə, təsəvvürlə bu beyni və bu kainatı yaradan Allahın quracağı real cənnət necə də möhtəşəmdir. Bəli Abdullayev, bax belə olanda Allah necə sevimli olur görürsən. Təsəvvürlə, Allah indi göydən bizə baxıb deyir. Mənəm köhnə ayaqmaqlar. Mən sizin gələcəkdə o anbarlarda sıraya düzülmüş inkubatorlarda necə yatıb xoşbəxt olduğunuzu görürəm. Manat barmağını göyə tərəf silkələdi. Allah bizə baxıb gülür Abdullayev. Deyir ki, milyardlarla insan o aparatların içində yatıb yuxuda xoşbəxt olur. Onları o yuxuda saxlayan bir ovuc azlıq isə kənarda real həyatda kef edir. Ay sizi gicbəsərlər, siz elə bilirsiniz mən 7-ci əsrdə qalmışam. Mən sizdən daha cavan, sizdən daha uzaq görənəm. Manafın gözləri parladı. Allah bizi ələ salır. Biz burada Allah köhnəlib deyib bir-birimizi qırırıq. O isə bizim 1000 il sonra düşəcəyimiz o yuxu tələsini indəndən görüb bizə acıyır. Bizim ən böyük texnologiyamız onun üçün sadəcə uşaq oyuncaqdır. Abdullayev titrəyən barmaqları ilə siqareti yandırdı. İlk tüstünü içəri çəkən kimi boğazı qıcıqlandı biraz. Qısa-qısa öskürərək tüstünü havaya sovurdu. Gözləri yaşarmış halda Manafa baxıb pıçıldadı. Əlbəttə, sənin sözündə həqiqət var əzizim. Açığını deyim ki, biz Allahı həqiqətən də o 7-ci əsrdə qoymuşuq. Bizim cənnət anlayışımız hələ də hurilərdən, yaşıl örpəklərdən, süd çaylarından o tərəfə keçmir. Bunu qabaq da dedim sənə. Qaldı ki, Allahın müasirliyinə, o nəinki müasirdir, o müasirliyin dövranın tamamən bitdiyi o sonsuz nöqtədən də lap öndədir. Onun üçün dünyanın əvvəli də, axırı da birdir. Bax Manaf, Allah milyard illərin yaddaşıdır. Kainat yox idi, onun zəkası vardı.
Kainat olmayacaq, yenə o olacaq. Biz sadəcə onun bizə verdiyi o kiçik elm qırıntıları ilə lovğalanırıq. Amma quru elm heç nəyə kifayət etmir axı. Özün fikirləş, insan bir ev tikir. Fundamenti var, divarı var, damı var. Niyə? Çünki insanın yağışdan qorunmağa, xarici təsirlərdən gizlənməyə ehtiyacı var. Bizim hər ixtiyarımız bir ehtiyacımızdan doğur. Amma milyardlarla işıq ili genişliyində olan bu kainatı bu qədər qarışıq nizamı quran varlığın heç bir ehtiyacı yoxdur. Belə bir biliyə sahib olanın sözünə cənnətə, cəhənnəmə inanmamaq, nə bilim, həqiqətən də qəribədir. Bizim üçün Allah doğrudan da 7-ci əsrdə donub qalıb. Və manav, əsl problem həmin dinin təqdimatında, həm də bizim psixologiyamızdadır. O savadsız mollalar elə bir mənzərə yaradıblar ki, Allah insanların şuurunda 7-ci əsrdə qaldı. Adamlar cənnətin özündən belə qorxurlar manav. Onlar üçün cənnət əbədi səadət deyil, sanki bir dustaqxanadır. Cəhənnəmə isə ancaq qorxurlar. Cəhənnəmdən isə ancaq qorxurlar. Halbuki sən demiş, o sadəcə bir xəbərdarlıq idi. Mən dəfələrlə dindar qardaşlarımızla danışmışam. Azərbaycanda İslam modernləşməlidir və bu modernizasiya mütləq Əhl-i Beyt əleyhissalamın yolu şiəli üzərində qurulmalıdır. Bu niyə belə oldu? Həqiqi müsəlman peyğəmbəri və onun Əhl-i Beytini sevməli, onları hər şeydən üstün tutmalıdır. Bugün baxırsan ki, bəzi müsəlmanlar Yezidi Muaviyəni Fatih kimi uca tuturlar. Hansı ki, onlar dinin düşmənləri idi. Dini parçalayıb siyasət üçün istifadə edirdilər. İndi onların o Muaviyə sisteminin tənqidçiləri elə hərəkət edirlər ki, qurunun oduna yaş dayanır. Əli tərəfdarları olan şiələri də bu qurbana çevirirlər. Deyirlər, sizin dininiz yalnız siyasətdir. Halbuki əsl müsəlman elə onlar idi. O sigaretini külqabıda əzib manafa tərəf əyildi. Bizim hədəfimiz dini düzgün təqdim etməkdir. Kimsə yanlış anlayıb üz çeviribsə, onu haqq yoluna qaytarmaq bizim borcumuzdur. Amma bir şey də var manav. Kim ki Allahı, dini, qonşunun arvadı ilə mazaqlaşmağa, dünyəvi keyfə dəyişir, bax o adam elə indidən cəhənnəm olsun. Beləsinin özünə müsəlman deməyi əsl müsəlmanlara təhqirdir. Çox təəssüf ki, bugün İslam dünyası ağır vəziyyətdədir. Amma mən inanıram ki, Allah öz nurunu tamamlayacaq və öz dostlarını müvəffəq eləyəcək. Bilirsən, problem nədir? İnsanların psixologiyasında qəribə bir paradoks var. Güya, yəni əslində bilirlər belə deyil. Sadəcə, necə deyirlər, yəni şuurlarının lap qaranlıq yerində onlara belə bir his gəlir ki, xristiyanların Allahı ayrıdır, buddistlərin, hinduistlərin Allahı ayrıdır. Sanki hər dinin öz tanrısı var və bunlar göydə bir-biri ilə rəqabət aparır. Əslində hamı daxilən bilməlidir ki, Allah birdir. Həm də deyirlər, həm də hər kəs onu öz dininin dar çərçivəsində həbs eləyir. Ona bir azadlıq vermək lazımdır. Bu qarmaqarışıq bir psixologiyadır. İslam isə gəlib deyir ki, xeyr, Allah vahiddir, təkdir və o özündən əvvəlki bütün kitabları, bütün peyğəmbərləri təsdiqləyir. İslam son nöqtədir, bəşəriyyətin gəlib çatacağı ən kamil limandır. Abdullah barmağını masaya vurdu. Manav, buna görə də İslamı mütləq qalib gələcək, amma biz də çalışmalıyıq. Bütün dünyanın düzəlməsini gözləməyə ehtiyac yoxdur. Sadəcə savadlı, geniş dünya görüşlü din xadimləri ayağa qalxmalı, insanları o 7-ci əsrin tozlu təsəvvürlərindən çıxarıb, həqiqi haqqa tərəf yönəltməlidirlər. Allahın nuru sönməyəcək, sadəcə biz o nura layiq olmağı bacarmalıyıq. Biz bunu etməliyik, manav. İnsanlara anlatmalıyıq ki, Allah köhnə deyil, o ən təzədir. Cahil deyil, əksinə, onların bəhbəhlə araşdırdığı o elmin yaradıcıdır. O elmdən ötə elmlərin sahibidir. Amma bizimkilər elə bilir ki, ibadət edəndə Allaha minnətçi qoyurlar. Halbuki minnətçi olan elə bizik. O acı bir görüşlə davam elədi. Rus ateizmi bizə dini xor görməyi öyrətdi. Yazıçılarımız mollaları o qədər tünd rənglə təsvir etdilər ki, qurunun oduna yaş da yandı. Bəli, bəlkə bəzi mollalar xor görülməyə layiqdir, amma qul pisdir deyə ağanı da günahlandırmaq olmaz axı.
Allah öz qullarından azaddır. Allahı insaniləşdirib öz acizliyimizi ona yükləməməliyik. Sən özün də Manaf yadındadır, əvvəllər dinə necə dil uzadırdın. Mən dinlə maraqlanmağa başlayanda məni necə məsxəriyə qoyurdun. Hətta məni özündən küstürmüşdün. Amma indi səndən soruşuram Manaf, sən o vaxtı dünyada olanda kim idin? Daha mı müasir idin? Xeyr, sən sadəcə zavodda eşələnən bir fəhlə idin. Mənsə o vaxtda o zavodun sahibini, bu şirkətin rəhbərini axtarırdım. Sənin kimilər dini ələ salanda müasir olmurdular. Manaf, sadəcə daha cahil olurdunuz. İndi nə oldu? Allah indi mi yadına düşdü? Dünyanı Allahdan üstün tuturdun. De görüm o dünya sənə niyə mədət olmadı? Səni arvadının dili ilə sancdı, uşağının ehtiyacı ilə vurdu, o qalıstıqlı müdürünün dili ilə səni aşağıladı. Budur sənin o çox inandığın dünyan. Əgər sənin içində o gizli inancın olmasaydı, çoxdan bir ağızdan özünü sallandırmışdın. Səni bu həyatda saxlayan, intihardan qoruyan yeganə şey Allahın varlığına olan o gizli, bəlkə də özündən belə gizlətdiyin ümidindir. Çünki Allah psixologiyada sənin düşüncəndə ən güclü sığınacağın olub, ən sonuncu ümidindir. Oxuduğun o xarici ədəbiyyatlar sənə məlhəm oldu mu? Savadın artdı, bəli, amma ruh düşkünlüyünə çarə tapa bildilərmi? Xeyr. Həyatda uğur qazandın mı? Onlarla. Həyatda uğur qazandın mı? Onlarla. Manaf, bax mənə, əgər sən həqiqətən alçaq bir adam olsaydın, bəlkə də indi çoxdan ya ölmüşdün, ya da bir küncdə kef eləyib çəkirdin. Amma görünür Allahın səninlə hələ işi bitməyib. Səni adam etmək istəyir. Çünki alçaqların etdiyi hərəkətdən çox, içində insaniyyəti olanların etdiyi səhvlər daha yandırıcıdır. Sən sadəcə yolunu azmış, yaxşı bir adam idin. Ona görə də Allah hələ də yaxandan yapışıb buraxmır. Sən deyirsən ki, Allah yerə düşsün, amma fərqində deyilsən ki, Allah sənin yaxandan elə bir dost kimi yapışıb ki, səni o pis əməllərdən, o qaranlıqdan çəkib çıxarır. Sənə rəva görmür Manaf. Yəni əzizim, mən sənin sözünə qüvvət verərək deyirəm. Allah da, din də, peyğəmbər də köhnə deyil. Köhnə olan bizik, bizim ağlımız ola-ola zamana görə olan məfhumu gəldiyi zamanda dondurub saxlayırıq. Bax Manaf, gəl açıq danışaq. Əgər kimsə bağışla məni, bacısına tamaq salmaq üçün və yaxud da qonşu arvadı ilə yatmaq üçün, haqq yemək üçün, rüşvət və korrupsiya içində boğulmaq üçün Allahı inkar edirsə, o Allahı yox etmir. O sadəcə məsuliyyətdən qaçdığını zənn edir. Amma Allah yenə də var. Allah yenə də insandan təzədir, müasirdir, elmlidir, ədalətlidir və hər şeydə görüb hesaba alandır. İnsanlar sadəcə Allahı inkar edərək, düzgün adamları ələ salaraq öz günahlarını örtbasdır eləmək istəyirlər. İnsan Allahı iki cür inkar edir. Ya həqiqətən şübhə etdiyi üçün, ya da günahlarını rahat işləmək üçün. Günahına görə inkar edən, haqqı görə danan alçağın biridir. Və haqqı bilə-bilə də inkar edənə Allah nə etsə azdır. Hətta o adamın hələ yaranmamışdan əvvəl heçlikdə qalması belə ədalət olmazdı. O yaranmalı və etdiyi alçaqlığın cəzasını o cəhənnəmdə də dadmalıdır. Dövlət qaydalarına əməl edə bilməyənlər qalxıb deyirlər ki, Allahın niyə qanunları var? Təsəvvür elə, xalqın çoxu namaz qılmır. Amma soruşsan hamısı, əlhəmdülillah müsəlmanıq deyirlər. Amma desən ki, mən namaza başladım, sənə elə baxırlar ki, sanki qarşılarında bir Azərbaycanlı yox, hansısa ərəb ya fars durub. Başlayırlar ki, əşi, Allahın namazı, orucu, qaydası şərt deyil. Əsas insanın qəlbi təmiz olsun. Yaxşı, mən də soruşuram, müharibə gedir, Qarabağda könüllülər vuruşur, orada hələ də tam qurulmuyub. Asayiş pərən-pərəndir, həyətlərdən, evlərdən, hətta zavodlardan oğurluq artıb. Korrupsiya baş alıb gedir. Niyə? Çünki dövlət təzədir, nəzarət zəifdir. İndi bax Manaf, o əsas qəlb təmizliyidir deyənlər niyə yerdə hökumətin nəzarəti itən kimi öz başınalıq eləyirlər? Əgər insanın daxili təmizliyi kifayət etsə, niyə qanun, polis, cəza zəifləyən kimi hamı bir-birinin haqqını yeməyə başladı? Abdullayev səsini alçatdı.
Deməli, Allahın qaydalarına qəlbim təmizdir deyib inkar edənlər əslində yerdəki qanunlar çökən kimi öz həqiqi yırtıcı simalarını göstərirlər. Qanun olmayan yerdə insan vəhşidir. Allahın qanunu isə insanın o vəhşiliyini ram etmək üçün ən ali sistemdir. Sən Allahın qaydasını yerinə yetirmədən mən yaxşıyam deyirsənsə, deməli sən sadəcə polisdən qorxan, amma fürsət tapan kimi oğurluq edən o xainlərdən fərqlənmirsən. Manaf əlindəki soymuş çay stəkanını masaya qoydu. Baxışları hələ də dumanlı idi. Razıyam Abdullayev deyərək sözə başladı. Bir çox fikirlərimiz üst-üstə düşür. Amma bu Əhl-i-Beyt sevdası məsələsində nəsə mənə qaranlıq qaldı. Düzdür, Əhl-i-Beyti sevmək imanın əsas şərtidir. Adam gedib qəbrini görəcəyi, qanlı canını bu yolda qoyan o Allah aşiqinə sevmirsə, görmədiyi Allahı necə sevə bilər? Əlbəttə onları sevmək həm də onların düşmənlərinə də nifrət etməkdir. Bu şərtdir. Amma bir məsələ var əzizim. Bu sevgi bizi azdırmasın. Çünki sonu mənə yaxşı görünmür. Özün bax, İranda inqilab oldu. Qadınları zorla hicaba sürüklədilər. Deyilənə görə orada molla rejimi ölkəni total şəkildə, daha doğrusu teokratik yolla idarə eləyir. Qorxuram ki, onlar bu müqəddəs sevgini əllərində bir ideologiya çevirib, bizi öz tərəflərinə çəksinlər. Əgər belə olsa, Əhl-i-Beyt sevdası Allaha gedən yol yox, Fars imperializminə xidmət edən siyasi alətə çevirirlər. Bu isə bir imperiyanın əsarətindən çıxıb digərinə əsir düşmək demək deyilmi? Bax, buna nə deyirsən? Bu təhlükədən necə qorunaq? Manaf, özün demişdin ki, ölkələrin çoxluğu problemdir. Nə qədər az sərhəd olsa, o qədər də az problem olar, deyərək Abdullayev müdaxilə etdi. Amma imperiya məsələsində bir şey unudursan, artıq qılınc dövrü bitir, 21-ci əsrə keçirik. Nə qalıb ki, 8 il qalıb 21-ci əsrə. Yeni imperiyalar qarşılıqlı razılaşma və ittifaqla qurulacaq. Sovet sonuncu klasik imperiya idi. Qaldı ki, o Fars məsələsinə Abdullayev əlini ürəyin üstünə qoydu. Mən sənə Farsı sev demirəm ki. Mən sənə Allahın dostlarını sev deyirəm. Əhl-i-Beyt milliyyətcə Fars deyildi, ərəb idi. Farslar sadəcə o sevgini mənimsəyiblər. İndi mənə de görüm, Şah İsmail Əhl-i-Beyt sevgisinə görə Fars idi, xeyr, Türk idi, Azərbaycanlı idi. O torpaqları Farslar yox, biz idarə edirdik. Sadəcə o Qacarlardan sonra xarici təsirlərlə Farslar hakimiyyətə gəldi. Şahlıq sonra isə həmin o molla rejimi quruldu. Hətta Xomeyni də Parisdən təyyarə ilə mindirilib ora göndərənlər də siyasi oyun qurdular. Farslar Azərbaycanı işğal etmədilər Manaf. Onlar sadəcə siyasətdə əsas mövqeyi tutdular. Bədənə yox, başa hücum etdilər. Sən isə indi öz vətəninə bizdən qat-qat çox Azərbaycanlının yaşadığı o cənuba Fars deyirsən. Öz bədəninə deyirsən ki, bu bədən mənim deyil, mənə düşməndir. Xeyr, Manaf, Fars dövləti deyə bir şey yoxdur. Cənubi Azərbaycan var. Biz öz ruhumuza, öz tariximizə sahib çıxmalıyıq ki, o sevgini başqaları siyasi alətə çevirməsin.